Salam müəllim. Salam Nuray, nətərsən? Yaxşı, necəsiz? Sağ ol. 19-cu sual izah edə bilərsiniz? Deməli, baxaq, səhv yazmışam sualı. Bəli. Gəl baxaq, elə burada açıldı. Deməli Nuray, birinci sualda bizə deyir ki, birinci bənddə daha doğrusu, Böyük Qafqaz dağları Azərbaycanda Baba dağdan etibarən şərqə doğru tədricən yüksəlir, yamacları dik olur. Bax, Baba dağdan etibarən bunların hündürlüyü azalmağa başlayır, yüksəlməyə başlamır. Bir yanlışdır. Muğan düzü Araz və Kür çaylarının sağ sahilində yerləşir, doğrudur. Qusar maliyyə düzənliyində Neogen dövrünə aid suxurlar yaranmışdır. Bax, bunu təkrarlayarsan, bax, kitabımda qeyd etmişəm. Neogen dövrünə aid olan suxurlar Qusar maliyyə, Abşeron Qobustan əsasən Aznahor Cənubi ərazisində yayılıb. 3 doğrudur. Talış dağlarında və Naxçıvan dağlıq hissələrində Neogen dövrünə aid vulkanik suxurlar yayılmışdır. Bax, diqqət edəcəyim məqam burada nədir? Bunların hər ikisində vulkanik suxur var, bu doğrudur. Amma ki, bu suxurlar Neogen dövrünə aid deyil. Paleogen dövrünə aid olan vulkanik suxurlardır. Bax, buna diqqət edin. 4 yanlışdır. Bax, bunu da burada qeyd eləmişəm. Bax, deməli, Talış dağlarında vulkanik suxurlar, Naxçıvanda vulkanik suxurlar nəyin qabağındadır? Paleogenin. 4 yanlışdır. Azərbaycanda kriptozoy eonuna aid suxurlara rast gəlinmir. Bəli, doğrudur. Çünki Azərbaycanda ən qədim suxurlar Paleozoy erasına aiddir. Bax, burada diqqət hissəsinə qeyd eləmişəm. Paleozoy erasına aiddir. Bu da Fanerozoy eonuna aiddir. 5 yanlışdır. 5 doğrudur daha doğrusu. Cavabımız B bəndidir. 6-da deyir ki, geotermik pillə böyük olub, Alp Himalaya qurşağında yerləşir Azərbaycan. Geotermik pillənin böyük olduğu ərazilər platformalardır. Azərbaycan platformada yerləşmir, geosinkronal. Cavab olacaq 2, 3, 5, B variantı.